Salam hər kəsə. Gəlin bu belə bir maraqlı sualın izahına baxaq. Deyir ki, Əhməd bəy 120 litr şaftalı şirəsi, 150 litr portağal şirəsi və 180 litr vişne şirəsi hazırlamışdır. Əhməd bəy bu meyvə şirələrini bir-birinə qarışdırmadan və heç artmayacaq şəkildə bərabər həcmli şüşələrə dolduracaqdır. Buna görə Əhməd bəy bu iş üçün ən az neçə ədəd şüşə almalıdır? Deməli, biz bunu nətər eləyə bilərik? Artmasın və şey eləməsin. Deməli, biz bunun əkobunu tapa bilmərik heç vaxt. Gərək biz bunun əbobunu tapaq. Gəlin tapaq burada. Əbob bərabərdir. Əbob, bir dəqiqə, biraz böyük oldu. Əbob bərabər əbob 120 180 yox, 150 də var. 150 və 180-in əbobunu tapmağa çalışaq. Deməli, buradan əbobdan əbob bərabərdir. Deyəsən bunların ən kiçik böləni 30 eləməlidir. 4, 5, bəli. Bunların ən kiçik əbob, ən böyük ortaq böləni. Məncə, gəlin onda belə eləyək də. Hər birindən 30-u çıxardaq. Çünki hər biri 30-a bölünür. 4, 5 və deyəsən 6. Bəli. 4, 5, 6-dır. Okay. Deməli, bunların hər biri, bunlar onsuz da hamısı 1-ə gedir. Yəni, indi görüm düzmü şey eləmişəm. Bir dəqiqə. 50, 120, 150, yox. 50 buna bölünmür, yox. Yox, deyəsən 30-dur, bəli. İndi səhv olsa deyərsiniz aşağıda. Yəni kommentlərdən. 120-ni bölsə indi 130-a 4, 150-ni 5, 180, 6. Cavab neçə? 4 üstə gəlsin 5. 9, 9 üstə gəlsin 6. Cavab A variantı 15-dir.